Yaşlı xəstələrdə əgər əvvəldən, yəni klimaksa girmədən öncə bir miyoma varsa, o klimaksa girdikdən sonra başlayır keçirməyə. Yox, yaşlı xəstədə əvvəl miyoma yoxdursa və yeni yaranan bir miyoma varsa, mütləq burada diqqətli olmalıdır. Çünki onu yaşlı xəstələrdə, özəlliklə klimaksda olan xəstələrdə bilirik ki, yumurtalıq hormonları olmur və burada miyoma yaranmamalıdır. Yeni bir miyoma yaranıbsa, artıq burada kanserogen maliqnit bir dönüşüm düşünülə bilər və o pasiyent ciddi nəzarət altında olmalıdır. Lazımdırsa, instrumental müayinədən keçirməlidir və əməliyyat icra edilməlidir. Bəs əməliyyat icra etdiyimiz zaman miyomanı mı götürək, yoxsa uşaqlığı mı tam götürək? Burada yol hansıdır? Burada yol birinci, pasiyentin yaşı diqqətə alınmalıdır. Birinci, pasiyentin yaşı. Çünki gənc yaşda, özəlliklə 40-45 yaşlı qadınlarda adətən hamilə qalma, yəni uşaq dünyaya gətirmə fikrini düşünərəkdən adətən miyomlar götürülür, miyomalar götürülür. Əvvəllər bu miyoma götürmək biraz çətin əməliyyat kimi düşünülürdü, amma çox şükür indi bütün klinikalarda miyoma götürmə əməliyyatı icra edilir. Yəni bütün uşaqlığın götürməsinə ehtiyac yoxdur. Pasiyent istəyirsə ölçüsündən asılı olmayaraq, miyomanın sayından asılı olmayaraq miyomları götürtdürər, uşaqlığı və hər şeyi, belə yumurtalığı, hər şeyi qorunub saxlana bilər. Niyə yumurtalıq deyirəm? Bəzən pasiyentlər bizə gəlir, ay həkim, bəs məndə miyoma var, mənim həm uşaqlığımı deyiblər çıxmalıdır, həm yumurtalığım çıxmalıdır. Yox, elə bir şey yoxdur. Miyoma varsa və pasiyent istəmirsə, yaşı da gəncdirsə, bəli, miyomlar yaxşı olar ki, təkcə miyomalar götürülsün. Yaşlı pasiyentlərdə bəzən klimaksda olan pasiyentlərdə də miyoma götürülə bilər. Amma onlar deyir ki, siz onsuz da bu əməliyyatı edirsiniz, miyomanı da götürürsünüz. İlərləyən zamanlarda bu uşaqlıqda, endometriumda, uşaqlığın boyunda nəsə problem yaranma riski varsa, götürə bilirsinizsə birbaşa uşaqlığı götürün. Yəni isteyə bağlı o uşaqlıq da götürülə bilər, total sterektomiya edilə bilər. Qeyd edim ki, miyomlar həm açıq üsulla, həm qapalı üsulla əməliyyat icra edilir. Əgər uşaqlıq çıxacaqsa və vaginal üsulla da əməliyyat edilə bilər, miyoma həddən artıq çox böyük deyilsə. Bayaq deməyi unutdum, kistalar isə, yumurtalıq kistaları adətən qapalı üsulla, laparoskopik üsulla icra edilir bu əməliyyatlar. Yəni, nadirən açıq üsulla edilir, amma miyomalar açıq və qapalı icra edilə bilər.